Qonaqlarımız, çox hörmətli Qobustanlılar, dəyərli Qaradağlılar, bizim dəvətimizi qəbul edib, dəyərli ziyalımızla, işıqlı aydınımızla bu görüşə gələn Qaradağ ictimaiyyət, hər birinizi salamlayıram. Bildiyiniz kimi, Aşığızda Qobustanlılar da Mədəniyyət evi 2 ildən artıqdır ki, bizim yazarlarla, ədəbiyyat adamlarıyla görüşlərə start verib və təbii ki, məqsədimiz birinci növbədə Qobustan insanına, Qobustan vətəndaşına, Qobustan gəncliyinə xidmət eləməkdir. Yalnız məqsədimiz budur və bu işdə bizə dəstək olan dövlət qurumları var. Hər birinə ayrı-ayrılıqda təşəkkür edirik. Qəsəbəmizin 3 məktəbi var, müəllimlərə, şagirdlərə təşəkkür edirik. Bizim bu sıradan olan görüşlərimizin hər biri təkcə Qaradağ üçün yox, elə bütövlükdə Azərbaycan mədəniyyətinə xidmətdir və hər yerdə də xüsusi qeyd olunur. Bir məqama toxunum, hörmətli şairimizi təqdim etməkdən öncə bizim Azərbaycanımızın çox dəyərli şairlərindən olan Ramiz Rövşənlə bizim görüşümüzdən sonra Milli Parklar şairimizin kitab təqdimatı keçirilirdi və orada belə bir mən də iştirak edirdim. İlk çıxışında Qobustan görüşüm xüsusi qeyd elədi və Qobustan görüşündən sonra insanlarla, oxucularla görüşə start verdim dedi. Yəni bu bizim uğurumuzdur. Yəni bir özümüzü alqışlayaq. Bugünkü qonağımız isə təbii ki, təqdimata ehtiyacı olmayan, bizim mədəniyyət evi işçiləri olaraq, rəhbərliyi olaraq çoxdandır ki, düşündüyümüz, arzuladığımız bir dəyərli insandır. Bugün müstəqil Azərbaycan var, bugün qalib Azərbaycan var, 44 günlük Zəfər Savaşının qələbəsini dadan Azərbaycan var. Müzəffər Ali Baş Komandamızın rəhbərliyi ilə Azərbaycan çox böyük uğurlara imza atır. Amma bu uğurların bir növrəsi Milli Azadlıq Hərəkatından başladı ki, o Milli Azadlıq Hərəkatının önündə gedən Azərbaycanın onlarla ziyalısından biri hörmətli qonağımız Sabir Rüstəmxanlıdır və bugün müstəqil olan Azərbaycanın istiqlalçı millət vəkillərindən biridir Sabir müəllim. Mən Sabir müəllimi salamlayıram. Sabir müəllim, təbii ki, biz onun yaradıcılığı ilə bir yerdə həyatını da izləyirik. Mən bilirəm ki, bir cənublu kimi, yardımlı torpağının balası kimi elinə, obasına bağlıysandır. Sabir müəllimin bilirəm ki, Qobustan haqqında da kifayət qədər məlumatı var, burada onun doğmaları var, dostları var. Sabir müəllimin bir daha yaddaşına bir məsələni xatırlatmaq istəyirəm ki, Qobustan, mən deyərdim ki, Azərbaycanın bütün regionlarının təmsil olunduğu bir qəsəbədir, bunu siz də bilirsiniz. Bir anlıq təsəvvür elə ki, burada bütün Azərbaycan var və bütün Azərbaycanlıların cəm olduğu bu zalda Sabir Rüstəmxanlı özün necə hiss edir? Elə sözü verirəm dəyərli ziyalımıza, dəyərli aydınımıza eşidək. Buyurun. Əziz dostlar, əziz Qobustanlılar, xanımlar, bəylər, əziz gənclərimiz, məktəblilər, hamınızı salamlayıram. Səs var mı mikrofonda? Var. Hamınızı salamlayıram və təşəkkür edirəm bugünkü görüşə görə. Uzun müddət bu mədəniyyət evlərinin üzü, universitetlərin salonları bizim üçün qapalıydı. Görüşlərə təxminən indi bilmirəm, 80-ci illər, 70-ci illər, cavanlıq illərimiz, ilk kitablarımızın çap olunduğu vaxtlar görüşlər ara vermirdi. Yataqxanalar, zavodlar, universitet auditoriyaları, kəndlər. Sonra uzun müddət bizim görüşlərimiz ara verilir və o bəni dəvət edən aşıq yaxşı bilir. Aşıqlar, saz tar kökdən düşürlər. Bir müddət biz ancaq Milli Məclisdə danışmağa öyrəşmişik. Belə görüşlərdə çıxış eləmək üçün kökdən düşmüşük. Gərək biraz tez-tez görüşlər olsun ki,
onlarla şehir ezber deyildik. İndi görürsən ki, bəzən bir çox şeylər yadımıza düşmür. Birdən mən hiss edirəm ki, ümumiyyətlə ziyalısı, ondan sonra mədəniyyət xadimi, yazısı, şairi millətlə görüşmürsə, cəmaatla görüşmürsə, ona, yəni, onun bir adı yoxdur. Yəni, buna nə demək olar? Mədəniyyətsiz xalq olmaz, yatsız bir millət, ədəbiyyətsiz ümumiyyətlə dünya, ruhsuz bədən kimi olar. Siz təsəvvür edin, 3-4 min ildir, dünyanı, tək Azərbaycanı yox, dünyanı, dünyada deyilmiş sözləri, yazılmış kitabları çıxardın. Hamısını qoyun bir kənara, yoxdur. Onda dünya ona olar, onun yaddaşı, onun düşüncəsi, onun mədəniyyatı, onun əxlaqı, onun keçmişlə və gələcəklə bağlı düşüncələri, hamısı silinər. Onda doğrudan da cansız bir kütləyə çevirilər bəşəriyyət. Ona görə də mən bu görüşlərə, yəni özümüzü böyük eşitmək mənasında demirəm, bu görüşlərə çox böyük əhəmiyyət verirəm. Əslində görüş deyək ki, bir görüş həsrətlisi deyiləm mən. Deyil ki, bizi niyə görüşə çağırırlar falan da, o mənada demirəm. Mən o mənada deyirəm ki, dövlət, xalq müstəqil dövlətini qurandan sonra o müstəqil dövlətin həm də ideologiyası var, həm də onun mədəniyyətinə, keçmişinə baxışı var. Bunlar hamısı xalqla, ziyalı arasında ünsiyyətdə doğurur. Yoxsa hər şeyi buraxsaq biz elə başlı başına, bunun sabahı necə olacaq, onu təsəvvür eləmək olmaz. Bizim məktəblərimiz burada var, analarımız, qızlar burada çoxdur. Bənlərdən televiziyada çıxışlarında da deyirəm də, indi bilirsiniz biz uşaqlar, qadınlarımız ana olur, amma uşağı ana kimi böyütmürlər. Uşaq böyüyən kimi heç bir yaşı olmamış, ata-ana oturur orada yemək falan, uşağın əlinə bir telefon verirlər, telefonla oyuna qoy, vaxtın keçsin, uşağa layla demir, uşağa süd vermir, uşağı mağazadan alınan, nə bilim, suraqatların hesabına böyüdür, uşağa nağıl danışmır, uşaq çox baxmır. Bu bizim ənənələrimiz tamam ayrıdır. Uşağı tərbiyə eləmək lazımdır. Cavanları tərbiyə eləmək lazımdır. Gəncləri təkcə məktəbin ümidinə yox, onları həm də ailə böyütməlidir. Ailə, valideyn ona tarixini, keçmişini, ondan sonra böyük mənəvi dəyərlərini öyrətməlidir. Bu millət hansı yoldan keçib gəlir? Hansı dəyərlər ki, o uşaqları, o gəncləri gətirdi, 20-ci ildə o boyda qələbəni qazandılar. 5 il fasilə ilə 35-ci ilə yaxınlaşır, mən millət vəkiliyəm və dəfələrlə imtina eləmək istəmişəm, amma olmayıb. 1990-cı ildə mən seçkilər başlayanda o mənim ali sevdidir. Hələ meydanlardan sonraki hadisələrdir. Məni Naxçıvandan dəvət elədilər, Göyçaydan dəvət elədilər, hətta gedib orada görüş keçirdim, Gəncədən dəvət elədilər, getdim görüş keçirdim, nə bilim, neçə rayondan dəvət elədilər. Hər yerdə Göyçayda biri dedi ki, Raxsaqal, siz hər yerdən seçilərsiniz, mən buradan seçilməliyəm, imkan varsa mənə güzəşdə gedin, yaxşı. Gəncəyə getdim, yenə bizim quşnaz dostumuz çıxdı orada, imkan varsa mənə güzəşdə gedin, oldu. Ondan sonra nəhayət gəldim Bakının Qaradağ rayonu və Xətai rayonunda seçildim. Deməli, o vaxtdan bəri mən millət vəkiliyəm. Mən bu millət vəkili olaraq mən 30 il, 35 il ancaq xalqın, cəmaatın sözünü demişəm. Deməli, o stenoqramlar qalır da, biz nə danışırıq, onlar hamısı televiziyada göstərilməsə də yazılır. O yazılar, mən baxıram 2000 səhiyyə qədər orada mənim çıxışlarım var. O çıxışları indi vərəqləyirəm. Görürəm ki, kimlərlə orada üzrə gəlmişəm və heç vaxtda millətə zərər verə biləcək bir cümlə deməmişəm. Həmişə xalqın tərəfindən, onun sözünü, ona görə də deyək ki, şəxs olaraq bəlkə onun əzabını çəkmişəm. Uşaqlarına müxalifətdir. Uşaqların familiya bəzən kömək eləyir uşaqlı vaxt, balaca vaxtı. Üstən panlıdır, bu filan kəsin oğludur, filan kəsin qızıdır. Sonra müəyyən gəlib vaxta çatandan sonra familiya onlara mali olur. Sanki üstən panlı bu millət üçün görürsə, nə ziyanlı, bu millətin ziyanına bir iş görürmür filan. Bax, belə bir şeydir, mən bu görüşdə əslində deyək ki, çox da elə özüm üçün bir proqram qurmamışam, nədən danışım.
Yəni Qobustanda yaşayan insanları tanıyıram bura. Mən həmişə Milli Məclisdə deyirəm ki, Milli Məclisdə o ətrafındakı ziyalılarla danışanda, söhbət edəndə deyirəm, siz özünüzkiləri seçib, deyək ki, kəndlərə ingilis dili müəllimi göndərmirlər, ondan sonra xarici dil öyrətmirlər, özlərinin uşaqlarını göndərirlər xaricdə oxusun, onları dildə öyrədirlər falan, sonra gəlir, bu dil bilir, sən əvvəl öz ana dilini bil, sonra bunlar gəlsin vəzifəyə, bizimkilər geçsin daş atmağa, sizinkilər gəlsin kresloda oturmağa. Ona görə də bu cəmaat burada yaşayan adamlar Azərbaycanın biraz da belə sıxıntı içində olan, əzab çəkən, ondan sonra belə deyim də, millətin, əslində millət edən bu insanlardır. Yığılıb gedir, görürsünüz, gündə biri vəzifədən çıxır və nə qədər, deyək ki, əyintiləri, hələ neçələri məhkəmə qabağında oturmalıdır, oturmayırlar. Ona görə də bəzən insan, övladlar da bəzən, mən uçar bir rənədə balaca kasıb bir rənədən bir də evdən çıxmışdım. İçəri belə baxdım, kənddə yaxşı oxumuşdum şübhəsiz. Öz-özümə fikirləşdim ki, dedim ki, falan kənddən gəlmiş Xudu kişinin oğlu. Sən buranı sult eləyəcəksən ki, sən bunlardan hamısının savadlısan. Doğrudan belə biz kimlər keçdilər, sən burada özünü göstərəcəksən. Və bir aydan sonra artıq mən o sinifdə birinci idim. Eyni şəkildə gəldi universitetə 75 nəfərlik bir zat patok verillərdə, jurnalistlər, ədəbiyyatçılar, tarihçilər bir qrupda. Eyni şey ocağıma düşdü, oraya girəndə bütün Respublikanın hər yerindən gəlirlər. Mən də orta məktəbdən yaxşı gəlmişəm, qiymətlərim. Sən girəndə fikirləşdim ki, sən arada birinci semestrdə buradan əlat çıxması. Birinci semestrdə artıq mənim şəklim şərəf lövhəsində idi. 4-cü kursda oxuyanda tək bir yazı yazmışdım ədəbiyyat dərsində. O yazıdan sonra məni tələbə oğlu ədəbiyyat dərsində işçi götürdülər. Ondan sonra Nizami adlı ədəbiyyat üstü özü məni dəvət elədi aspiranturaya. Ondan sonra getdim, orada aspirant oldum, müdafiə elədim və s. Son dərəcə ağır bir həyat kənddə. Kənddə son dərəcə deyək ki, heç nə yox. İşıq yox, yol yox, ondan sonra maşın yox, televiziya yox, radyo yox, falan yox. Oradan çıxırsan, amma içində bir işıq var. Fikirləşirsən ki, mən dünya sübut eləməliyəm ki, buradan da güclü adamlar çıxa bilər. Belə bir həyat yolu keçmişəm əslində mən. Və deyək ki, indi onların hamısı var. Bəzilərinin də o yolların çəkilməsinə, hər şeyə, hamısına mən suyun yolunun çəkilməsinə çox kömək eləmişəm. İndi bilirsiniz, uşağın içində, gərək cavan uşaqların içində də gərək belə bir hiss olsun, bir iddia olsun ki, mən özümü sübut edəcəm və ailəmin ləyaqətini bütün Azərbaycana sübut edəcəm. Sonra elə talih elə gətirdi ki, mən o meydan hadisələri başlayanda biz oturmuşduq çayxanada, dedilər ki, ermənilər torpaq iddiasındadır, Qarabağda mitinglər başlayıb filanə. Mən əlimdəki stəkanı qoydum yerə, dedim, mən bu gündən kəfəni doladım boğazıma, gedirəm, durdum. Bilmirəm, hara gedirəm. Stəkana gedirəm, zada gedirəm, yəni müharibəyə gedirəm, yoxsa meydana gedirəm, amma görüşlər, hər gün yığışdıq bir yerə. İndi deyil, o meydanı idarə edən liderlərdən biri, o meydanı idarə edən iki adam vardı. Biz Sabir Üstanxanlıq, bir də Fəhrən Eymətlər alıq. O sonraki liderlərin eskiləri orada yoxudur. Sonra gördülər, yox, meydanda çıxış edənləri öldürmürlər, gəlib boşqan çox oldu. İndi hamı deyir, biz meydanda hərəkatda belə edirdik. Çoxun içə hərəkat aidiyyəti yoxdur. Ondan sonra deyək ki, başımıza nə gəldi, ölümümüzə vurdular, tapşırmışlar ki, İsraillə Sabir Üstanxanın ölümünə vurdular, ölümümüzə vurmuşdular. Ondan sonra başıma 7 iş qoymuşlar. Həkim dedi, 2-3 aydan sonra gələrsən, əgər o qan yığılıb, o artsa, səndən xudaf istəsəcək. Yox, çəkilib getsə, baxarıq. Mən qorxumdan çəkilə getmədim. Bir ildən sonra təsadüfən yolum düşəndə, dedim, gəl bir yoxlayın da. Yoxlayın, dedilər ki, şükür çəkilir. Ondan sonra deyək ki, millət vəkilliyi dediyim kimi, sonra
Mətbuat naziri məni çağırdı Əzmi Kərimov, dedi ki, səni istəyirik. Mən Azərbaycanın birinci qəzetini buraxırdım, Azərbaycan qəzeti. Əfərdə gördüm, jurnal, qəzet, belə hamısı səhifələr, qırmızı xətlə çəkilib altından. Bu nədir? Dedim, qəzetdir. Sən bilirsən, bu qəzet bugün Qarbaçovun stolun üstündədir. Dedim, çox yaxşı, sevinirəm. Qoy bizim də bir qəzet onun stolun üstünə geçsin. Yarı Rusya, yarı Azərbaycan'da çıxırdı. Yox, sən belə qarşı, nə bilim, neydisin, mən heç eləmirəm. Əgər ürəyizdən bu deyilsə mənim qəzet buraxmağım, onda qəzetin altından gələn nömrə yazan baş redaktor Əbdülrəhman Vəzirov. Çox arxanı danışırım, çünki arxamızda millət var, cəmaat var. Sən zarafata sarısın, dedim, yox, hər səhifəni çığır, atır mənim üstümə, mən tuturam, qucağımda saxlayıram, baxır, hamısını qoydum onun stolun üstünə, gedirəm, mən öz qəzetimi buraxacam. Və siz baxın, Gürcüstanda, Ermənistanda, Pribaltikada müstəqil qəzetlər çıxır. Siz də sevdin, birdən belə qəzetli çıxır. Ondan sonra çox şeylədir, Palyanişi oturub onun yanında, dedi ki, sən başını kötüyün üstünə qoyursan, bir gün sənin başın vururlar, dedim, mənim başım savanlıqdan kötüyün üstündədir, mənim heç bir şeydən qorxum yoxdur. O qəzeti ki, mən buraxırdım, sonra bir təlim ocağında məni çağırdı, dedi ki, səni biz mətbuat komitəsinin sədri qoymaq istəyirik. Dedim, mən qəzet buraxıram, mənim orada səsim olmaq istəyirsə, o səs olmaz. Dedim, yox, mən istəyirəm, xalq hərəkatı ilə aramızda bir köprülər sarar, orada bəzi ziyanları belə işə cəlb edilmək istəyirik. Nəysə, məsləhətləşdi, axır mən getdim, oradan da oldum mətbuat naziri. Mətbuat naziri olanda bütün deyək ki, bir çox şərq ölkələrində getdim, gəzdim, hər yerdə də sözümüzü dedik. Hətta İslam ölkələr konferanslarında birisi və deyək ki, çıxış edəndə dedim ki, Azərbaycanca danışılan tərcümə olmuş, şübhəsiz. Dedim ki, burada əsas dil ərəb dildir, başa düşürük, bu İslam dilidir falan. Amma ikinci dil, İngilis dili, üçüncü dil, Fransız dili, ikisi də İslam dünyasının düşmənidir. Düşmənin dili bizim rəsmi dilimizdir, İslamı dünyaya yayan düşmənin dili rəsmi dil deyil. Niyə mənim dilim burada rəsmi dil olmaz? Cəmaat almışlardı, amma qəbul olunmadı da. Sonra hətta İranın xoşuna gəldi, dedim ki, Fars dilidir. Farslar da çox əziyyət çəkir. Türk və Fars dili burada rəsmi dil ola bilər. Sonra yaxınlaşdılar olan əlçisindən, ilgiyə ki, bu sözlər deyil, nə yaxşı deyirsiniz falan. Və mən o xəttindən Misr İslam ölkəsində uzun illər İslam parlamentində siyasi şöbənin üzvü oldum, siyasi komitənin. Ondan sonra da Dünya Azərbaycanlıları Kongresi, dünyanın müxtəlif ölkələrində bizim diaspor təşkilatları ilə əlaqələri qurmaq üçün onları Azərbaycanın dəftərli olaraq anlatmaq üçün o belə bir ilk ən böyük diaspor təşkilatı idi. İndi də mən onun hələ eş başqanıyam, yəni həmsədliyəm. Onun xətti ilə də dünyanın bütün ölkələrini gəzdir. Avropa parlamentləri, Kanada, Amerika, hətta Avstraliya, Sidney. Deməli, o yerə ki, parlamentlərə, deyək ki, Xarici İşlər Nazirliklərinə biz giririk. Ora heç səfirlər girə bilmir, o rəsmi adamdır. Amma bizi qeyri-hökumət təşkilatları kimi qəbul edirlər. Və biz də hər yerdə Azərbaycan bölünmüş qaldır, İranda Azərbaycanlıların hüquqları pozulur, Qarabağ işğal olunur. Ondan sonra dünyada erməni soyqırımı deyilən bir şey yoxdur. Bu məsələlərlə bağlı sənədlərlə gedirik, çıxışlar edilir və o sənədləri yayılır. Bu, belə deyib ki, mənim keçdiyim ömür yolunun belə dolu, cansız, biraz da dağıtıcı çərçivəsidir. Bu yolları keçib gəlmişik və bu arada da şimdi buraxırlar mənim seçilmiş əsərlərimin 15 cildini, onun 4 cildi şeirdir, poeziyadır və 6 cildi romanlardır, yerdə qalanlar publisistadır, ömür kitabdır, Dərdə Elmədir, bu sənin xalqındır, sonra nə bilim bir çox şeylər var, yazılar var. Yəni, bunlarla yanaşı heç vaxt dayanmadım və qələmi də işlədim. İndi son vaxtlarda yazı işi davam edir və mən hərdən özüm öz keçdiyim yol haqqında düşünürəm. Yəni, bu görüşümüzdə mən
Önce özümü təqdim edirəm də ona görə. Keçdiyim yol haqqında düşünürəm və yazdıqlarım haqqında da düşünürəm. Düşünürəm bu, yəni hansı əsas xətt, əsas yol nədir? Mən bu yazdıqlarımın əsas mayası nədən ibarətdir? Və mənim yadıma düşür, mənim bir kitabım vardı, Qan Yaddaşı. Qan Yaddaşı, mən birdən hiss edirəm ki, mənim bütün yazdıqlarım elə o Qan Yaddaşıdır. Qan Yaddaşı bir dəfə Bərdiyə getmişdik. Mənim gözəl yazıcı dostum Fərman Kərimzadə, Allah rəhmət etsin ondan. Deməli, tezdən 7-də çıxmışam Müşahibə qalasının ətrafında gəzirəm, lap tezdə, hələ cəmatı çox önemli. Gördüm bir uşaq, o qalanın dibində zoğal ağaclar var, oradan keçib özünə bir yayı düzəldir, indi ox düzəldir. Elə gözəl də oxuyur, yaxınlaşdım, dedim ki, Ayval, həbbət heç məktəbə getmir. Nə oxuyursan? Dedi ki, heç bilmirəm də, elə özümdən toxuyuram. Sonra qayıtdım və fikirləşdim ki, o uşaq bilmir o qalanın dibində, onun babalarının qanı axılır. Heç nə bilmir, amma onu danışdıran qandır, onun qanının yaddaşıdır. Yazdım ki, bəzən görülür tarixin də unutduğu həqiqət çıxmır qan yaddaşından. Qan yaddaşı hamısını xatırlayır. Sonra bunu Məmmədov dedi ki, genç sözünün cavabını, anlamını çox gözəl tapmışsan. Yəni, bu bizim qanımızın yaddaşıdır. Bizim qanımızın yaddaşını bəzən unutturmağa çalışırlar. Ruslar gəlir, Rus gəlir, bizi paramparça edirlər, Cənubi Azərbaycan, İraq, nə bilim, Suriyanın şimalı, bütün bir milləti paramparça edirlər, yaddaşından uzaq düşər. Şükür ki, amma o qan yaddaşını unudulan deyil. Mənim şeirlərimin də əsas deyək ki, mahiyyəti və yazdığım romanların da Oğuzhanla, Qədim Türk tarixindən başlamış, sonra son romanlarımdan biri Şair Bəşər, o da Azərbaycanın böyük şairi, Şirvanın çox nəhəng şairi Məhəmməd Adil haqqındadır. Azərbaycanın istiqlalçı, ən böyük istiqlal şairimizdir o. Sabir və yanaşı onu sevirdi. Sabir satira yazırdı, amma o yox millətimin imzası imzalar içində deyib, haydırırdı. Onun haqqında yazmışam Şair Bəşər. Onu yazanda birdən-birə fikirləşdim ki, mən özüm də ömrüm boyu şərlə üz-üzəyim. Bizim həyatımız elə şərlə, yazıçların hamısının həyatı elə şərlə mübarizədə keçir. Ona görə son yazılarından biri budur. Amma qan yaddaşı, mən çalışmışam millətin haqq səsi dirilsin, keçmişi unutmasın, öz gücünə inansın, öz ləyaqətini dərk eləsin, adət-ənənələrimizi unutmasın, deyək ki, ailə gələnəkləri, indi bəzən dəbdən düşüb yeni bir dövr başlayır, dövrü tamam ayrıdır. Mən bəzən bu şeylərdən danışanda adamlara biraz da qəribə gəlir. Halallıq nədir, düzlüyü nədir, təmizlik nədir, adət-ənənədir, nədir, çoxları sırada bunların soru sıradan çıxır. Amma mən inanıram ki, əgər Allah varsa, Allaha inanırsa, onda bu şeylərin hamısı qorunmalıdır. Əgər bunlar qorunmursa, insanlığını itirər. İnsan yoxsa, onda onun Allah'a da yox. Əslində belə. Ona görə də biraz ki, mən Nəcib Qərbi Nizami deyir ki, insan Allahın hərfidir. Hər bir insan Allahın bir hərfidir. O hərfi qoruyarsan, o böyük Allah da səni qoruyar. Ona görə biz bunların hamısını düşünməliyik. Nə qədər belə mitik, metafizik görülsə və vəziyyət belədir. Mən bugün əslində sözün sonunda deyim ki, bugün bir rahatlıq içindəyəm əslində. Ömür, müəyyən ömür yaşamışım və şükür fikrimizdə tutduğumuz bir çox şeylərə də çatmışıq. Heç bizim ağlımıza gəlməz ki, cavanlıqda günün birində esselib yıxıla bilər və Azərbaycan müstəqil ola bilər. Həsən Həsənov Mərkəzin təmin katib idi. Qazaxstanda da Rusu qoymuşlar birinci katib. Məni görəndə bir dəfə dedi ki, Almatada 6000 adam çıxıb küçəyə. Görürsən, biz də o qədər adam çıxara bilərik küçələrə. Dedim, məsələn, mən sizə bildirəm, mən özüm bir 6-7 çıxara bilərəm, çünki hər görüşümdə 1000 nəfər olur zavoddadır. Deyə, siz nə güclü adamsınız? Amma sonra milyonlarla adam çıxdı, milyon yarım adam çıxdı. Və biz onların qabağında sözümüzü dedik, çəkilmədik, heç nədən. Və niyyətimiz oydu ki, Azərbaycan xilas olsun, müstəqil olsun. Müstəqilliyin
hiçbir şeylə əvəzi yoxdur. Bəzən məni küçədə tuturlar, deyirlər, nə Sabir müəllim, müstəqillik dedi, nə olsun, acam, ondan sonra kasıbdır, ondan elimizə çörək apara bilmirik. Bunların hamısından başa düşürəm. Doğrudan bu şeylər də var, heç onu inkar eləmə olmaz. Amma bir anlığa fikirləşin, mən öz cavanlığımızı yada saldım. Rusiya 2-ci Dünya Müharibəsi qurtardan sonra 50-ci illərdə kəndlərdə uşağını qoğurda ilə böyüdən, itcə çörəyi bölən, ondan sonra kasıb çox ağır vəziyyətdə yaşayan insanlar vardı. Amma qəribə bir inan da vardı, işıq da vardı, cəmaat nikbindir, gələcəklə. Bu cür adamlarımız belə biraz düşkünləşir, nə olub falan, düşməni məğlub eləmişdir, torpaqlarımız bütövləşir. Bayrağımız dünyanın hər yerində dalğalanır, adımız dünyanın hər yerində bir müstəqil dövlətin və qürurla bunu deyirik. Müəyyən müvəqqəti çətinlik olacaq, bu çətinliklərdən keçməliyik. Heç kim deyək ki, birdən-birə bu məsələlər düzələ bilməz. 1 milyon insanı 30 il saxladıq. Mən Almatada belə üzr istəyirəm, New Yorkda bir çıxışımda dedim ki, kongresmenlər zatlar oradaydı. Dedim, Amerikanın 30 milyonu olsa onu saxlaya bilər. Dedilər ki, bu hardan çıxdı bu rəqəm? Dedim ki, bizim onda 7 milyondur. 7 milyonun 1 milyon qaçqını var, bu onun 7'də biridir. Amerikanın 7'də biri 30 milyon edir. Çin'də 200 milyon qaçqın olsa onu dolandıra bilər. Çin'in 7'də biri 200 milyon qaçqın edir. Biz bu cür yaşamışıq, o 1 milyon qaçqın və onlar çətin şəraitdə. İndi şükür o torpaqlar bərpa olunacaq, millət qayıdacaq, yerinə görünür. Özü ən zəngin torpaqlarımızdır. Biraz cəmaatın içində sevgi azalır, bir-birinə sayğı, ondan sonra görülən işlərə sayğı, hər şeyə dodaq düzməyə hazırıq, hər şeyə nə bilim bir buyruq bağlamağa hazırıq. Bunun üstü var ki, onu qoruyasan. Uşaqlarımız gəlir ki, rəqətlə böyüsün. Hər bir Azərbaycan gənci hiss eləməli ki, o Azərbaycanlıdır, o böyük bir tarixin sahibidir, böyük bir ədəbiyyatın sahibidir, gözəl bir dili var və s. Onda o dünyada hər yerdə başımıza gəzə bilər. Mən onu öz taleyimdə yaşamışam, ona görə zamanları da məsləhət görürəm. Mən sizə demək istədiyim bu qədər. Bir daha təşəkkür edirəm dəvət edildiğiniz. Bizim bütün belə görüşlərimiz, Sabir müəllim, həmişə belə deyək də, biz sadəcə gələn qonağımızı təqdim edirik. Onun ardınca sual-cavab şəraiti yaradırıq ki, insanlarımız sualları versinlər, Sabir müəllimdən gələn hər hansı bir müsafirimizdən istədikləri suallara cavab tapa bilsinlər və eyni zamanda burada məktəblilərimiz, bizim şagirdlərimizin sizin yazdığınız şeirlərdən ifa edəcəklər və mən fürsətdən istifadə edib bütün qonaqlarımız bizim üçün əzizdir, qiymətlidir. Xüsusən burada bizim şəhid analar iştirak edirlər, mən onları xüsusi olaraq salamlayıram. Həmişə belə tədbirlərimizdə istəmişik ki, şəhidlərimizin ruhu şad olsun, qazilərimizə Allah şəfa versin və bütün millətimiz var olsun. Həmişə istəmişik ki, şəhid analarına, şəhid atalarına sonsuz sevgilərimizi bildirək. Çünki bu bizim həm də boynumuzun borcudur, görəvimizdir. Mütləq onları sevməliyik, xoş gəlmişsiniz və eyni zamanda burada bizim Qaradağ rayon icra hakimiyyətinin nümayəndəsi, hörmətli Monis müəllim iştirak edir, salamlayıram. Bütün müəllimlərimizi, ziyalılarımızı, qəsəbə ictimaiyyətini bir daha salamlayıram. Adətən belə məqamlarda ilk sualı vermək üçün o təşəbbüsü göstərmək çətin olur, amma mən çox xahiş edirəm. Sualı olanlardan birinci təşəbbüsü kim göstərəcəksə buyurun, mikrofonumuz da hazırdır, sizə təqdim olunsun. Buyurun. Salam qorsana, belə mütəşəkkir. Bu tərzdə biz Sabir müəllimi qarşılayırıq. Orada oturmağım olmursun, ömür yolun keçib indi eşittir. Bizim de bak bu cür karşılamamız bizim borcumuzdur. Müəllim, hoş geldiniz. Çok sağ olun, teşekkür ederim. Yəqin ki, bir yaş fərqimiz olar, ya sən ya mən. Qobustan, ulu əcdadların ayaq izləri görmək istəyəndə gəl Qobustana, daşlara həkk olan çörək izlərini tanrı bəxş edirkən Qobustana. Eləsə fələnin daşlar qayalar, min aləm yığıla çətin sayalar, torpaqla su olub ilkin mayalar, çəkilib tanrıdan əl Qobustana. Qobustan budur. Cüzü salamlayır. Ben sizinle görüşüm, Qobustan bu adamlarla var burada. Biz 10-20 nəfər biz 4-5 gün getdik, orada qəbir qazmalar. 20 yanvarda.
Mən orada sürdüm. Bəxtiyar Vaxtzadə. Mən bu söhbəti eləyim, yoldaşlarım buyurdu ki, dedim ki, müəllim gələndə mən o günü yalasam. Mikrofon biraz aral tutun, qoyun. Ondan sonra televizorda görmüşəm, izləyirəm. Yəni bu həyat yolu, keçdiyimiz bu həyat yolu bizim bu xalqın, bu millətin həyat yolu tək sözüdür. Bu keçdik, bu əzablı, bu hər tərəfdə də yəni bizə olanların yanın hamı bilir ki, biz hansı yolu keçmişik. Sözü yetişdirən bu torpaq, sözü yetişdirən Azərbaycan xalqıdır. Sözü yetişdirən sözün milləti sevmək, vətənə vurğun olmağımızdır. Vətən mənim şan şöhrətim, vətən adım sanımdır. Sinəmdəki vuran ürək, damarımda qanımdır. Mən sözü elə görürüm. Çox sağ olun, xoş gəlmişsiniz. Çok sağ olun. İnşallah insan olsa bir gün ben sizinle şahsi görüşmeye icazə verirsiniz. Ne varsa ben gelip sizinle bir oturum, köhnədən önce bəyəli bir dost kimi, köhnə qardaş. Ne vaxt ürəyiniz istəyir, mənim qapım həmişə açılır. Sağ olun. Nazir olanda da həmişə açıq olur. Sağ olun. Sağ olun. Hoş geldiniz. Bir adam qaçını var idi, müsəllim kişi. Əyləşdirmək istəyir Nazir Azərbaycan. Özü xoşu ilə getdim və Heydər Əliyev rəhmətli dedi ki, sən axı çıxaran yoxdur, niyə gedirsən? Dedim, yox. Mən bir ayağım dənizdə, bir ayağım nazirdə istəmirəm, orada qalacam. Sonra o müsəllim kişi tez-tez mənim yanıma gəlirdi, qaçqınırdı adam, amma əsli təbrizli idi, gəlib Ağdamda yaşamış. Çox yaraşıqlı, axsaşlı bir kişi idi. Məndən sonra, mən çıxandan sonra Heydər Əliyev bir telegram vurmuşdu, bu onu çap elətdirmişdi qəzetdə ki, sizin bir naziriniz vardı ki, qapısı həmişə millətin üzünə açıq idi, o da istifa verdi, getdi, indi biz kimin yanına gedək? Və bunu qəzetdə çap elətdirmişdi, var, o da bir tarixdir. Ona görə, yəni, kim nə istəyir, nə vaxt istəyir, mənim yanıma gələ bilər, o bir çətinlik yaratmış. Bizim, yəni, qapını bağla, bir yazım var idi ki, bu sənin xalqındır, elə o idi ki, nazirə, bu sənin xalqındır, aç qapını, aç pəncərələri, nə bilim, qoy səni, bunu Əkrəm Cəfər oxumuşdu, balaca bir məqalə idi, onun haqqında 5 qat ondan böyük məqalə yazmışdı. İndi burada bilirsiniz, şəhidlərdən və qazilərdən söhbət düşdü. Allah şəhidlərimizə rəhmət eləsin. Hamımız ölüb gedəcəyik, amma şəhidlər daimi yaşayacaq. Ona görə onların valideynləri həmişə rahat olmalıdırlar. Mən şəhidlərə, Qarabağ Savaşının qazilərinə, onlar da mənə tez-tez zəng dururlar ki, filan yerdə bizi qəbul eləmirlər. Mən də zəng dururam, ay qardaş, ay icra başçısı, ay nazir mavili. Bu adam vətən üçün vuruşmuş adamdır, niyə sonra onu qəbul eləmirsiniz? Siz hamımız bu millətə xidmət üçün doğulmuşuq, bir yerə gəlmişik. Əgər sən ona xidmət eləmişsənsə, onda sənin vəzifənin adı nədir? Amma sonra ona bir şeir də yazdım Qarabağ Savaşının qazilərinə. Bu biraz uzun şeirdir, mən bunun hamısını oxumaq istəmirəm. Amma bir parçasını sizə oxuyacağım. Mən o məsələlərə, qaziyə münasibətə, şəhid ailələrlə münasibətə necə baxıram? Vətənini unudub, öz hayına qalanlar, oğurluq sərvətinə keşik çəkən ilanlar, vəzifə maskası ilə yadrunu gizləyən, yurdu yox, yurtdan gələn xeyrini əzizləyən, indi sənin önündə qapı kəsib durursa, yaralı ürəyinə bir də yara vurursa, sənin halal haqqını verməyə çəkirsə can, fəraridən rəhm olub, əyilirsə qəhrəman, döymə o qapıları. Unut varlıqlarını, daşlaşan ürəkləri, zəhərə dönən qanı, unut qazi qardaşım, o bazarmış sifəti, başına dəysin onun sədəqə mərhəməti. Əyri pullar əyilən əllərə toxunma heç. Yalandan qımşanın üzünə tüpürüb geç. O yaralı ayağın, qəlbə gəzdirən əlin, qəlbini sızlatmırsa adam deyil deməli. Dövlətin yardımını paylayır minnət ilə.
özü ələ baxandır, qazi də baxsın ələ. Bir odun parçasıdır, kürsüyə pərçimlənmiş, nəfsinə, əməlinə zallar qanı çilənmiş. Səbr et, qazi qardaşım, yolun sonu deyil ki, bu dövlət millətindir, oğurların deyil ki, sən o bağlı qapını döyəndə ürkək-ürkək, sanırdı ki, başından xoş sözlər töküləcək, məmur açır qapını, nə salam, nə baş üstə, kim vuruşurdunsa, köməyi ondan istər. Bəlkə mənim yolumda tökülsən öz qanını. Bu sözləri deyəndə unutdu vicdanını, özü, oğlu, qohumu heç biri döyüşmədi. Savaş ər meydandır, onlar yada düşmədi. Nə altın sarayları, nə uğurluq pulları, nə savaşdan gizlənən bir qeyrətlik yolları. Qazi, sənsən qoruyan yurdun boz dağını da, millətin arasında 5-3 alçağını da, Xocalının intiqam harayı qulağında, 100 dua eşidirsən yurdun hər bucağından, yadına da düşmürdü o bostan uyuqları. Ondansa qorunmalı kasıbın toyuqları, qardaşı əskər gedən hər bacı qorunmalı, çölün otu, bağların ağacı qorunmalı, qorudun, qalib gəldin, üzün el yanında ağ, qoy sən hövsələdən çıxartmasın ər axmaq. Nə özünə əl qaldır, bəzən intihar edirlər, nə özünə əl qaldır, nə də üz umudunu, o haranlıq içində özünü ölməz bilən, bir gün itib gedəcək öz murdar adı ilə. Onlara nicat yoxdur, nə tövbə ilə, nə ahla. Biz yenə səngərdəyik, mən sözlə, sən silahla. Milli qəhrəman Yusif Əliyev adına 195 nömrəli tam orta məktəbin 5B sinif şagirdi və Aşığıza Qobustanlı adına Mədəniyyət Evinin Bədii Qiraət Dərnəyinin üzvü Leyla Nuri. Azad Rızayev adına 223 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi və Aşığıza Qobustanlı adına Mədəniyyət Evinin Bədii Qiraət Dərnəyinin üzvü Səfərova Gürbacı. Gözəl. Çıxın yuxarı. Çəkil torpağımdan, ey yağı düşmən. Mən şeytanın ümidin, üzən millətəm. Dünyanı üstümə qaldırdın yetər. Dünyanın dərdinə dözən millətəm. Qədimlik uydurdun hamısı yalan. Ruhuma əl attın, öz ruhum tamam. Boynumda qıvrılan, ay şahmarilan. Mən ilan başını əzən millətəm. Tarix yaradanam, yalan yazansan. Açıq oşyanam, bağlı qazansan. Torpaq becərənən, qəbir qazansan. Qəbri ayaq tutub, gəzən millətəm. Düzmə qabağıma çopur daşları. Səslənsən dikələr dağ qardaşlarım. İstəsən tarixi bir də başlaram. Mən durğun həyatdan bezən millətəm. Mən durğun həyatdan bezən millətəm. Bu şeytan çömçəni durmadan fırlar. Özünü hesaba vur da sıfırla. Mənim parmağımda dünya fırfıra. Gün boyu, ay boyu əsən millətəm. Oylan qardaşım, oruz qardaşım.
Xoş gəlmisiniz Sabir müəllim, biz də sizi salamlayırıq. Özümü təqdimim 321 sayılı orta məktəbin ədəbiyyat müəllimi Lalə Nağılı. Mənim sizə belə bir sualım var. Siz ömür kitabınızı yazanda 40 yaşlarındaydınız, səhv etmirəmsə. Artıq üstündən demək olar ki, bir o qədər də müddət keçib. Bilmək istəyərdim, Sabir Rüstəmxanlı yenidən nələrsə əlavə edə bilsəydi, hansı əlavələrin qeydlərini edərdi ömür kitabına? Və bir sualım da var. Sizcə, həsrətli xatirələrin əvəz etmədiyi insanları zamanla kimlərsə və ya nələrsə əvəz edə bilirmi? Təşəkkür edirəm. Hansı insanları? Həsrətli xatirələrin əvəz etmədiyi, sizin şeirinizdə olduğu kimi. Hansı insanlar durlar? Əldə bir qədər şərab səni əvəz edir. Əvəz eləmir, tamam, bildim. Dünyada heç kim əvəz eləyə bilmir, əvəz olmaz. Ömür kitabı, mən Dağlıq Altay'da idim, orada ömür kitabının Rusçasını qoyublar saytlara, elektron poçta, orada oxumuşdu, mədəniyyət işçilərinin görüşümüz vardı. Biri qalxdı, dedi ki, bir mədəniyyət şöbə müdürü, dedi ki, siz yazmışsınız ki, Abşeron Azərbaycanın başıdır, Bakı başıdır. Və son ürəyi haradır. Çətin sualdır, gözləmədiyim bir sualdır. İndi mən buna deyəcəm ki, ürək Gəncədir, gərək izah edeyim Gəncə haradır, Təbrizdə izah edəyəsən, Naxçıvan olmur da. Ona görə dedim ki, bilirsiniz, hər torpağın ruhu, onun keçmişi, gələcəyi, onun şairlərinin ürəyində yaşayır. Azərbaycanın başı Bakıdır, ürəkdə mənim dayanmışam Hüseyin qarşımızda. Son dərəcə belə anında gələn bir sözdür, amma mən elə həmişə də oradan elə də düşünürəm. Gəncə qapısını mən təkrar üzr istəyirəm, ömür kitabını təzdən çap elətdirdim. Bir cümləni dəyişdirdim. Yerdə qalan heç nəyi dəyişmədim. Ümumiyyətlə, mən yazılarını sonra dəyişməyə nə vaxtım var, nə də hövsələm, həvəsim var. Yazılan anında necə gəlibsə, o cürdə qalmalıdır. Yoxsa, təbii ki, mənim indiki düşüncəm 40 yaşındakı düşüncədən biraz fərqlidir. Mən ömür kitabına qayıtmadım, amma dalınca vətən Xətai yurdu yazdım, meydan hadisələri ilə bağlı bir həcmli kitabdır. O da ömür kitabının davamıdır. Dalınca bu sənin xalqındır yazdım, onun davamıdır. Dalınca vətəndaşlığın əlifbası yazmışam. Bu da mənim təsəvvürümdə vətəndaş olmaq nə deməkdir? Burada onun müəyyən atributları var və onlar haqqında düşüncələri var. Milli xarakter, millət, milli ideologiya, musiqi rəmzlərimiz, sevgi, talih, tərbiyə, şəxsiyyət, məktəb, vətəndaşlıq, nə bilim, azadlıq, ana dili, baxır, çoxdur bu. Adam hərfi ilə doğrudan da yazılır. Burada mən onu, o kitabın ruhunu davam etdirmişəm. Amma yəni istəyərdim cavanlarımız oxusunlar, çünki burada mənim yenə bir ömür boyu yığdığım təcrübə əsasında yazılmış bir kitabdır. Mən onu çap elətdirəndə o kitabı bir cümlə dəyişdim. O cümlə nədən ibarətdir? Mən onun yazılında Sovet dövrüydü. Təbii ki, bəzi şeyləri biraz ehtiyatla yazıldı. Mən orada Andranik'in Şamiyənə məktubunu yazmışım. Şamiyanın Andranik'e məktubunu vermişdim. O vaxt onu heç bilmirdilər. Mən onu axırdan tapmışdım ki, Andranik'e yazıb yaxında olsan sənin əlini öpərdim, nə bilirlər nə, Andranik Azərbaycanlıların qanunu töküb, Azərbaycanda onun heykəli ki, biz onu ideallaşdırır, Radra rayon, məktəb filanı. Mən onda yazmışdım ki, Şamiyanın, yazmamışdım bu cəblatdır, yaza bilməzdim. Yazmışdım, Azərbaycanda hər fürsətlə, imkanla adı əbədləşdirilən, əslində burada istehsa vardı. Şamiyan, Andranik'in qanun əllərini öpməyə hazırmış var, belə bir şey yoxdur. Ancaq o cümləni dəyişdirdim ki, Şamiyan belə Andranik'in sahibi olur. Qalan heç bir sözü dəyişməmişəm və dəyişməyə də ehtiyac duymuram. O cür yazılmışdır və çox istəyərəm indi də cavanlarımız o kitabı oxusunlar. Buyurun. Amma doğrudan da heç əvəz eləmir. Bilirsiniz, mahnılar qəlbə yaranır. Bir gün mənə Adil Şahay zəng gördü ki,
biz bir mahnı yazmışıq, musiqi hazırdır. Bizim gözəl bəstəkarımız mənim İsra mahnılarını Xeydar Mansurov. Bu axşam studiyaya gedirəm, mahnılar yazacağım. O musiqi var ama sözü yox. İstəyirəm o sözü sən yazasan. Tezdən saat 11-dir. Dedim, arkadaş, mən söz yazmağa halım yoxdur. Sonra dedim ki, elə ağır başlardı o belə qaçqınlar, köçkünlər, çox ağır baxdı. Dedim, mənim halım yoxdur və köhnə şeylərdən də vermək istəmirəm. Vaxt da yoxdur, onu axtarım. Yaxşı dedi, yox, hər halda bir musiqini səni çaldırım, qulaq as musiqiyə. Sonra bir fikirləş, gün ərzində yadına bir şey düşsə göndərərsən. Bu musiqini çaldılar mənə və mən telefonu söndürəndən sonra fikirləşdim ki, mənim halım nədir? Mən buna deyirəm, mən o halda deyiləm, ki, mənim halım nədir? Və bir saatdan sonra mən mahnı sözlərini göndərdim. Qaçqınam, köçkünəm, halımı sorma, sıx məni köçkünə, halımı sorma. Ardaşın oxudum mahnıda. Onu gördüm ki, mənim belə ruhum odur ki, qaçqınlıq, köçkünlük falan o cürdə halımı sorma və gözəl bir mahnı olur. Ardaşı toy müğənniliyindən bir ictimai müğənniyə çevirləsin. Elə. 223 sayılı orta məktəbin müəlliməsi, dil ədəbiyyat müəlliməsi Sahibə Sultan. Əvvəla xoş gəlmişsiniz bizim qəsəbəyə. Sabir mənim, biz sizi indi yox, xalq meydanlara toplaşanda, xalqa qoşulub haqq səsini qaldıranda, xalqla bir yerdə ağlayıb, bir yerdə güləndə tanışıq. Yəni Sabir Rüstəmxanlı bir şair kimi indi insanların hörmətini qazanıbsa, xalq arasında xalqın oğlu kimi, vətənin oğlu kimi hörmətini qazanıb. Elə ona görə də mən sizə elə belə də müraciət edərəm. Ey vətən oğlu, sizin şeirlərinizin ana xəttini vətənpərvərlik təşkil edir. Müxtəlif mövzuda şeirlər yazsanız da, sevgidən, məhəbbətdən, məişətdən, müxtəlif mövzularda olsa da, ancaq mövzuların əsas ana xəttini vətən mövzusudur. Bu da sizin xalqa sevginizdən, vətənə sevginizdən irəli gəlir. Mən sizə bir neçə sualım var. Mən özüm şairlər demişkən, az uydururam yeri gələndə. Bir talih yazısı mövzusuna toxunmaq istəyərdim. Sizin ədəbiyyata gəlişiniz talih yazısı idimi? Bu barədə mən talih yazısı adlı bir şeirimi yazmışam, onu da oxuyaram. Bir də sözün qüdrəti haqqında istəyərdim deyərdiniz. Müasir dövrdə sözün kəsəri varmı? Əgər varsa, niyə silahlar bu qədər fəaliyyət göstərir? Niyə dünya qan içində çabalayır? Əgər söz qüdrəti silah qüdrətindən güclüdürsə, niyə söz öz sözünü demir? Mən istəyərdim ki, bu mövzuya toxunardınız. Mən indi bir şeirimi istəyərdim okuyum mu? Yaxşı. Bir sınıq taleydən, sınıq gönüldə yenicə bir yuva qurmaq istədim. Güzel məhəbbəti geri çağırıb, təzədən barışıb, gülmək istədim. Hər şeyin yenisi, təzəsi varmış. Qış gelir, yenidən bir yazı varmış. Qışların qulaqlar, sel tək ağlarmış. Yağışlar yağarmış, sellər daşarmış. Dənizdə dalğalar şahə qalxarmış. Zevsin zərbəsindən alınlanaraq, şimşəklər dili ilə yeri yalarmış. Sonra da sakitlik, süslük olarmış. Hər şey təzələnir, sonra solarmış. Təkcə təzələnməz qədər yazısı, o alım yazısı, ömür yazısı, acılı şirinli talih yazısı, yaşayıb çəkirsən talih yükünü, sonra qədər yazır ölüm hökmünü. Sual verdiniz. Əslində söz və sıra bu diyalog min illərdir devam edir.
Əslində dövləti idarə eləmək, xalqı idarə eləmək, nə bilim, bunun da min illərdir yolu axtarırlar, gəh demokratiya, gəh monarxiya, gəh filan, amma hələ də ideal bir variant tapılmayıb, mən elə deyirəm. Mənə sual vermişdilər ki, indi də ikinci bir ömür kitabı yazarsınız, o müharibədən sonra ağıl illərdə. Mən dedim ki, mən o kitabı yazmışdım, hələ ermənilərlə biz söz savaşı aparırdıq. Barbarayanlar falan, onların əslində çox xüsus, onları susturmaq dərəcəsində bir cavab vermişdim. Çünki mənim dediyim sözün admin əvəzi yoxdur, onların bütün yalanları üzə çıxır. Silahın cavabı silahla verilməlidir. Silahla da verdik şükür. İndi bundan sonra ikinci, üçüncü ömür kitabda yazıla bilər. Çünki o savaş bitdi və onların yalanları da bitdi. Dünya, insan gördür, bilirsiniz, hər insanın içində bir şər var. Bir də mən demişdim ki, Milli Məclis şeytan ocağıdır. Sonra mən olmayanda bu məsələni başlamışlar danışmağa, bizim məclisi təhqir edib, deputatları təhqir edib, mən də icrasda olmamışdım. Murtuz müəllimin vaxtı idi. Murtuz müəllim susturub, özü yoxdur, danışmayaq. Sonra ben gəldim, dedim, burada mən olmayanda danışırlar, mən onlara cavab vermək istəyirəm. Mən doğrudan hesab edirəm, Milli Məclis şeytan ocağıdır. Niyə görə? Birincisi ona görə ki, burada hər insanın içində bir şeytan var. Bu dində də belədir, hər fəlsəfədə də belədir. Hər adamın içində bir şeytan var, onu qoymur, rahat düz yaşasın. Və burada deyək ki, bu qədər insan var, onların ərsində də bir şeytan yuva qurur. İkincisi, biz bura gələndə dəhlizdə hamımız görüşürük, öpüşürük, qucaqlaşırıq. Sonra içəri gələndən sonra davaşlama başlayır. Kimin işidir? Şeytanın işidir. Üçüncü də məndən haqqında iki kişi oturmuşdu. Biri Ziya Bünyadov, biri də Əli Ansuyski. İkisi də bazburutlu belə şeylər idi. Bir gün gəldim, birinin stolun üstündə qərənfillər var. O birisi gün, başqa bir gündə də ikincisinin oturduğu yerdə qərənfillər var. Onlar heç bir özəcəli ilə ölmədi. Kim öldürdü onlar? Şeytan öldürdü. Ona görə mən deyirəm, bura şeytanın ikimizdə etirazı var, buna cavab versin. Bilirsiniz, insanlıq neçə min ildir, dünya 124 min peyğəmbər deyir, 124 min peyğəmbər göndərilir, bu qədər müqəddəs kitablar, bu qədər törələr, qanunlar falan, amma insanlıq düzəlmiş. Əksinə, indi texnologiya inkişaf elədikcə bu silahların sayı və belə deyək ki, pis mənada keyfiyyət artır. Təsəvvür edin, dünyanın ən böyük ölkəsi Amerikadır. Amerika hər il orduya, silaha 700 milyarddan artıq pul xərcləyir. 700 milyard dollar. 700 milyard dolları Azərbaycanın deyək, təxminən 25 min. 4, 28 Azərbaycan təxminən 30 illik büdcəsinə bərabər bir pulu Amerika bir ildə silaha, nəyə xərcləyir. Halbuki bu insanın xeyrini xərcləmək bilərdir. Bizim büdcəmizin nə qədər hissəsi silahlara, silahlanmaya gedir, amma o olmasaydı biz müharibədə qalib gələ bilməzdik. Və ildən də daha yeni silahlar, daha artıq ölüm saçan silahlar icad olunur. Bu da şeytan işidir. Təəssüf ki, Allah dünyanı belə yaradır ki, bir əlində güdsə, bir əlində silah və sözlə bunun qarşısını almaq. Neçə min ildir və şairlər bunu yazır. Gələn adamları sözlə o şərin qabağını kəsməyə çalışır. Amma təəssüf ki, bunun qarşısını almaq hələ ki mümkün deyil. Söz bu cəhətdən ancaq millətin dərdini sərdi deyil, bu savaşa qarşı meydan açır, amma o meydan təəssüf ki, hələ silahın xeyrinədir. Silah hələ sözdən yüksəkdir, təəssüf ki. Amma o silahlar günün birində köhnələcək, hamısı görürsünüz, erməni silahları bizim sahil parkında gəlib hamısı oradadır. Silahlar köhnəlir, amma söz heç vaxt köhnəlməyəcək. Yəni, kəndin bir şeiri var, gəlin insan qonşusuna bir daş düşmədi yerə ancaq getdi, oxa çevrildi, yəni qılını izləyə çevirdi, qılınca çevirdi. Həmin daş qılında atom olmasıdır. Bəlkə ilk el ondan başlayıb ki, qonşusuna bir daş atıb, bu cürdə o dünyanın başının üstündə bir bəladır.
Buyurun. Bilmirəm, qaynələr cavabı pisi yoxsa, amma belə bilən düşünürəm. Teşekkür ederim. Azad Rzayev adına 223 saylı tam orta məktəbin 4-cü sinif şagirdi və Aşıq Rza Qobstanlı adına Mədəniyyət Evinin Bədii Qiraət Dərnəyinin üzvü Məlikzadə Aysu. Bəlkə gördüyüm, bəlkə də dünyada mən yoxam artıq. Qarışıq payıza uçub getmişəm. Sahibsiz adımdır ortada qalan. Özümsə xəlvətcə köçüb getmişəm. Sənatda adam da yaşanır bəlkə. Özündən yadigar qoyub bu səsi. Verdiyi əzabı unutturmağa 5-10 söz eşitdim sevgi əvəzi. Bəlkə də bu özü də bir aldanışdır. Bəlkə gördüyüm də yuxudur elə. Çoxdan itirdiyim nəğmələrimi tale başqasına oxudu elə. Könlümdə əbədi gəncliyim odur. Bəs əsrət deyərək çağlayan nədir? Yoxsansa yoxluğun sevgisi olmaz. Varsansa bəhs yolu bağlayan nədir? Yoxsansa yoxluğun sevgisi olmaz. Varsansa bəhs yolu bağlayan nədir? 321 saylı tam orta məktəbin 15 sinif şagirdi və Mədəniyyət Evinin Bədii Qiraət Dərnəyinin üzvü Soltanova Xədicə. Sözlər çiçək-çiçəkdir. Gülümə nə qaldı ki, nə dərd gəldi mən çəkdim. Zülümə nə qaldı ki, min zəhər var, bir çörək. Min qəhər var, bir ürək. Közü soğurdu külək. Külümə nə qaldı ki, nə varım, nə dövrətim. Təkcə son məhəbbətim. Onu da qoydum yetim. Əlimə nə qaldı ki, tat çürüyüb baş qancır. Zirvədəki şər saçır. Bir vətən 100 talancı. Elimə nə qaldı ki, bu da bir yoldur nəsə, boy ən adından kəsə. Daha sevilmirəmsə, ölümə nə qaldı ki, daha sevilmirəmsə, ölümə nə qaldı ki. Çox sağ olun. Sonra şəkilləri alaq. Hörmətli şairimizi, dəyərli ziyalımızı mən də salamlayıram. Qobustana xoş gəlmisiniz deyirəm. Bir məktəbli olaraq Sabir müəllim məni həmişə bir sual düşündürür. Azərbaycan sevdalısı olmaqdan ötürü, bu vətəni canından artıq sevməkdən ötürü insanda hansı məqamlar birləşməlidir? Yəni insanda hansı düşüncələr sahib olmalıdır? Ziyalı deyirsiniz. Bəli, yəni insan hansı düşüncələr Oldu, çox sağ olun. İntelligent sözü var, bir də ziyalı sözü var. Bu yaxında da qəribə o televiziyada da o sual vermişlər, hələ o veriş getməyir, gedəcək. İntelligent ağıl deməkdə ağıl. Yəni, intelligent də ağıllıdır. Amma bir də ziyalı, yəni işıqlıdır, aydındır. Mənim təsəvvürümdə ziyalı sözü intelligent sözündən daha böyükdür. Çünki işıqlı olmaq üçün, adamlara nəyisə təqdim eləmək üçün təkcə ağıllı olmaq demək yetərli deyil. Həm də əxlaq olmalıdır, mədəniyyət olmalıdır, mənəviyyat olmalıdır, özün layiq olmalısan o şeyə. Bu mənada ziyalı sözü və bizim dilimizdəki aydın sözü o intelligent sözündən qat-qat yuxarıdadır. Ziyalı olmaq üçün öz həyat tərzindən nümunə olmalısan. Bilirsən, tarix bu belədir. Ziyalı özünü unudub cəmiyyəti, toplumu düşünəndir. Özünü unudub millətini düşünəndir. Özünü unudub öz gücünü də xalqın inkişafına verəndir. O isti peçin üstünə su düşür, belə damla düşür cızıltı ilə ta əriyənə kimi belə o cızıltı ilə yana-yana öz xalqına xidmət eləməlidir. Necə Tələxunzadə kimi, Cəmil Məhdudzadə kimi, Sabir kimi, Üzeyir Hacbəyli kimi və başqa. Bizim o mənada indi düzdür, ziyalılıq sözünü biraz
yeni bir nəsil gəlir. O nəsil bu sosial mediada heç kim bəyənmir. Babəkə də ləkə atılır, dil uzadırlar, Xətaiyə də, Axundova da, Varifə də, nə bilim, Sabirə də, Rizəcəldə də, Səməd Uğruna da, yəni bilmir, dərk eləmir, amma götürür, yazır da, kimdən ki, qəbul edir, eləsin. Amma Azərbaycanda böyük ziyalı nəsil olub, indi də var, o ziyalılar var və hər kəs öz işini görür. Məncə, gənclərimiz bu cəhətdən özləri hər biri bir ziyalı olmağa cəhd eləməlidir. Ondan ötürü o bal yığan arı ki, bu da geçsin elə vaxtınızdır, o elmlərə də sahib olmalısınız dediyim mənəvi dəyərlərədir. Bu qədər. Xalqımın ziyalı oğlu Sabir müəllim Qobustana xoş gəldin. Sabir müəllim, mən xalqımın bir bayatı ilə başlayacağım, bayatısı ilə. Əzzim dürüyan olmağa, yolunda giryan olmağa, nə var ki qurban olmağa, Sabir müəllim tərkibli sizdə. Xoş gəlmişsiniz, yenə deyirəm. Üzə tərif düzgün deyil, amma mən bu günləri bir tərif deyəcəm. Çünki həmin tərif xalqımın qorxmaz oğlu Sabir Hüsəm xanlıya yaraşır. Bulut kimi boşalmasan, dolmasan, gönçə kimi açılmasan, solmasan, vətənin üçün bir vətəndaş olmasan, nahaq yerə bu dünyaya gəlməsən. Sabir müəllim, çox sağ olun, minnətdaram sizə, bizim qəsəbəyə təşrif buyurmusunuz. Və Sabir müəllim, məni həmişə bir fikir narahat edibdir. Biz ben həmişə bir fikir narahat edirəm. Millətimin öz adı, dili. Mən bilirəm ki, sizin də o Milli Məclisdə yeri gələcək, o məsələni də qaldıra bilərsiniz. Bəlkə bu yerəcən qaldırırlar, amma bəlkə də sustururlar. Bizim şəxsiyyət vəsiqəmizdə yazılı Azərbaycanlı. Azərbaycan toponimdir, yer adıdır, məkandır. Amma yazılır Azərbaycanlı. Mən türk ola niyə mənim şəxsiyyət vəsiqəmə yazılır Azərbaycanlı? Bax, bu suala xahiş edirəm, bir cavab verəsiniz. Təşəkkür edirəm. İkinci sözdür Azərbaycanlı. Hamımız Azərbaycanlıyıq. Bununla bağlı prezident aparatında o vaxt görüş geçirilmişdi. Onun lentini qoyublar. Təəssüf ki, mənim çıxışım oradan kimsə kəsib. İndi onunla məşğul olmalıyam, onu kimlər kəsib. Mən orada dedim ki, Prezident Heydər Əliyev aparırdı görüşü. Mən dedim ki, siz Hüseyin Cavidin adını qaytarıb, cəsədini gətirmişsiniz, ona reabilitasiya verir. Yəni, onun repressiya olunmuşdu, onu gətirdiniz, Naxçıvanda dəfn olundu. Bizim dilimizin də adı 30-cu illərdə Stalin tərəfindən dəyişdirilib, repressiya uğrayıb, bunu da gətirmək lazımdır. Mənə dedi ki, axı, mən sənə demişəm, doğrudan ondan əvvəl söhbətimiz olmuşdu. Dedi, mən sənə demişəm, mən ictimai rəyi öyrənirəm. İctimai rəydə orada 15-16 adam çıxış elədi, dedi, Azərbaycanlı olsun. Biz də dedik ki, türk olsun, çünki tarixdə boyu millətin adı türkdür. Beləliklə çoxluq Azərbaycan istədi, çünki mən dedi, ictimai rəyi öyrənirəm, dedim ki, Azərbaycanda ictimai rəyi yoxdur. Var Heydər Əliyevin rəyi. Siz desəniz, millətimizin adı türkdür, hamı deyəcək türkdür. Siz deyirsiniz, Azərbaycanlı hamısı da deyəcək. Onda bəzi yerdə danışanlar dedilər ki, siz bizi təhqir edirsiniz. Dedim ki, təhqir olunmalı adamı təhqir edirlər. Və bu stenoqramda, o yazılarda, lentdə qalır. Bilirsiniz, indi Azərbaycanlı gözəl sözdür, olsun Azərbaycanlı. Mən heç buna etiraz eləmirəm. Bu şərtlə ki, Azərbaycanda yaşayan hamı özünü Azərbaycanlı desin. Axı biz deyirik Azərbaycanlıyıq. Amma oradan ləzgi qalxır, deyir, mən ləzgiyəm. Və çoxu pasportunda da yazır. Talış qalxır, deyir, mən talışam. Bəzilər pasportunda yazır. Kürd oradan deyir, mən Kürdəm, var oradan deyir. Yaxşı, Azərbaycanlıyıqsa, hamımız olaq Azərbaycanlı da, arada itən mənim adımdır, Türk adı yoxdur. Mən Türk deyə bilmərəm, amma onlar hər biri öz adını da deyir, həm Azərbaycanlıdır, həm də etnik kökənli bilir.
Ona görə ən yaxşı əlbəttə hər kəsin etnik kimliyi bilinməlidir. Kim türkdür, türklüyün, amma Azərbaycanlı vətəndaşlıqdır. Bax, mənim partiyamın, qurduğum partiyanın adı vətəndaş həmrəyliyidir. Mən Azərbaycanın bütün vətəndaşlarına bir gözlə baxıram. Bu dövlət milliyyətçiliyidir. Yəni, dövlətin bütün vətəndaşları birdir. Onun, o dediyim adlarını çəkdiyim xalqların heç birinin arasında böyüklük, kiçikliyi yoxdur. Hamısı bu torpağın vətəndaşıdır, hamısının hər şeyə haqqı çatır. Amma etnik kökən axtarında biri türkdür, biri talışdır, biri ləzgidir. Əgər onlar deyilsə, onda bizim də türklüyümüz deyilməlidir. Yoxsa belə bir böyük bu dövləti quran, min illər, 100 illər bu torpaq üçün vuruşan bir xalqın adı bu gün ortada itib gedir. Bu doğru deyil. Mənim düşüncəm elədir və indi onsuz da cəmaat bilir də kim kimdir. Mən Cənub bölgəsindənəm də, indi bilirsiniz, yardımdan və yardımdan burada bir balaca bir söz deyən ki, o dəqiqə yerdən istəməyənlər yerdən səs çaldırdılar ki, nə oldu, bu talış gəldi, nazir oldu, bu talış gəldi, meydanı idarə edir falanlar. Amma mən bir talış ailəsi deyil, mən bilirəm ki, köküm hardan çıxır, mən yardımda ümumiyyətlə talış yaşamır heç və o bölgənin adamları da bunu bilmirlər. Mən talışlar da dostlarım, ən yaxın adamlar, bunların xətrinə dəymək də istəmirəm. Mən bir cümlə yazdım ki, əgər mən türk deyiləm, sonda Azərbaycanda heç türk yaşamır. Yəqin də başqaları belədir. Onu çox fərqli şey eləməyin, yəni dərd eləməyin, hər şey yerinə düşəcək onsuz da. Yusuf Əliyev adına 195 saylı tam orta məktəbin 4 sinif şagirdi və Aşıq Rıza Qobustanlı adı Mədəniyyət Evinin Bədii Qiraət Dərnəyinin üzvü Şərbətova Sənan. Bir elçim bulutdur, bir ömür umutdur, bir içim sudur, yandıqca odlanan ocaqdır, tatdıqca dadlanan arzudur, bir dərə bahar leysanıdır. İrim bir Azərin qanıdır, Cavad xanın qətil yeridir, Sabirin fəxriyyə şeiridir. Dağları dumandaytən, vətən, vətən, Hadinin şeir bazarıdır, Füzulinin məzarıdır, taleyin ələnən ələyidir, durnar əleydir. Aras hörüyündən kəməndə düşmüş sevildi, Ənəl hək qarayıdır, Ələskərin sazıdır, Qədiməy yazmasıdır, Dahilər boylanır sətirlərindən. Vətən, vətən, şimşəklər tiratək sancılıb yerə, Düşmənin gözünə dirsəkdir hər dağ, Babalar atını sürüb gedibdir, Qalalar boylanıb qalıbdır ancaq, Oğlu Şah İsmail Xətaya adlı, Ağatlı oğlan var, atı qanadlı, Bir də Suraxanı ateşgahı var, Bir də Misri qılınc, bir də Çəlli bel, Bir də Heydər baba yazılmış bir dil, Torpaq ot deyil, kişi göyərdən. Vətən, vətən. 321 sayılı tam orta məktəbin 9-a sinif şagirdi və Mədəniyyət Evinin Bədii Qiraət Dərnəyinin üzvü Süleymanlı Əsmaya. Başımızın üstündə dalğalan dev bayrağım, yarı torpaq, yarı göy, yarı alov bayrağım. Dalğalan, qoy havanla Bakımız küləklənsin. Düşmənin gözü çıxsın, sevənlər ürəklənsin. Bu məğrur ucalıqda tarixin əsintisi, səni kəfən yerinə geyənlərin gür səsi, səni ümid yerinə qəlbində gizləyənlər, səni namus səngəri, səni qutsal əmanət, səni ocaq sayaraq gizləz izləyənlər, dərindən nəfəs alıb dincəlsinlər süsündən, sənə əyri baxanlar dalğalansınlar gözündən, hava tutqun olanda ay çək qucağına, ulduzun işıq səpsin yurdun hər bucağına, mavi türklük şərəfim,
yolunda əsarət zəncirini atmaq üçün qolundan. Ucal başımız üstə, ruhumuz kim ucal, qanadlanan eşqimiz, duyğumuz kim ucal. Dünən səni cıraraq ayaqlara atanlar, qızıldan tökdürəcək oxşasın sinəsində. Xəzər səndən rəng alsın, sən Xəzərdən coşqunluq, yurdumun üzü gülsün bu birlik nəğməsindən. Sən günəşə çıxsan da bu torpaqdır beşiyin, daha sənə əl çatmaz dursalar da qəsdinə. Bugün azadlığımsan Bakının göylərində, sabahda bütövlük ol ucal Təbriz üstündə. Sabahda bütövlük ol ucal Təbriz üstündə. Ver buna. Güzel dedim zaten şey. Sen devam et. Sual verilse şairlerimiz olur. Buyurun, Esma'ya buyur. Dəyərli şairimizə belə bir sual vermək istəyirəm. Vətəni canı qədər sevmədən, yəni güclü ədəbiyyat adamı olmaq mümkündürmü? Ədəbiyyat adamı? Bəli. Təşəkkür edirəm. Sağ ol. Vətəni sevmədən heç normal vətəndaş olmaq olmaz. Nəyin ədəbiyyat adamı? Bilirsiniz, ədəbiyyat mürəkkəb bir şeydir. Hələ onun çərçivələrini müəyyən elətdirən, müəyyənləşdirən olmuyor. Şairlərin də hərəsi bir cürdür. Nizami bir cür, Füzuli sevgi şeirlər, böyük öyrənli sevgi şairdir, bir konstastır. Nizaminin peş həmsəsinə bütün dünya kainat çıxışır. Sabir tamam ayrı cürdür, o millətin dəftərini deyir. Hərə bir cürdür, hərə vətənin bir dərdini deyir. Mən heç o barədə fikirləşmirəm, necədir, amma mən dediyim kimi, o bir də vətən şeiri oxudu burada. Onu mən 19 yaşında yazmışam, tələbə idim. Və universitetin pilləkəndə yataqxanaya düşürdüm, birdən o şeyi tutdu mənə, qaça-qaça gəldim bu otağa və heç arada dayanmadan sonra kimi yazdım. O misraların hər biri Azərbaycanın bir rəmzidir. Məsələn, Cavad xanın qətl yeridir, Sabirin Fəxriyə şeiridir, yaxud Hadinin şeir bazarıdır. Hadi ömrünün axırında şeirlərini bərəqlərdə çap edətdirib, küçələrdə satırdı. Və o boyda şairi millət ac qoymuşdu. Və mən yaxud axırı torpağı ot deyib kişi görələm. Qarabağda uduzduğumuz dönəmdə deyərlər ki, hansı kişi, həvətən, torpağın hardan kişi yetirir. Amma sonra qalib gəldi, məlum oldu ki, bu torpaq elə və oradan da kişi yetirir. Və burada oturan bu cavanlarımız, onlar hər biri bu torpaqdan yetişən bir kişidirlər. İnşallah böyüyəcəklər və xalq da, millət də onu görəcək. Buyurun. Fikirləşirdim, bazar ertəsi burada, ola bilsin 30-40 adam, onlar da bizim mənim tanıdılar. Amma təşəkkür edirəm, hamı gəlib, burada axıra kimi də səbirlə qulaq asırsınız. İlk öncə hər kəsi salamlamaq istəyirəm. Sabir bəyin Qarabağa dönüş kitabından 2 qütlet şeir səsləndirmək istəyirəm. Qala zülmət içində, sabah günəş doğacaq. Əskər qur gözü ilə gecə də görməlidir. Dişi ilə dırnaq ilə yapışıb qayalardan, düşmənin başı üstə qalaya girməlidir. Qalaya girməlidir ruh kimi, tankın topun üzərinə boş əllə getməlidir. Qonşusunun yurduna soxulmağın sonunu 30 il qalmayana bugün öyrətməlidir.
Təşəkkürlər. Sağ Çox olun. sağ olun. Ben adı eləyəm, neysə düzəldə də bilmədim. Yəni necə yazılıbsa o cürdə yazılıb çap olunub. Sonra bunun haqqında elə məqalələr var ki, bu Qarabağ qələbəsindən sonra Qarabağ haqqında ilk böyük dastandır və orada Qarabağlı dostlarımın müharibə xüsusən Şuşaya necə qalxıb bizim əsgərimiz. Bu dünya savaş tarixində nadir bir hadisədir. Kim Şuşanı görürsə bilir o nə deməkdir. Təkcə özü yox, yaralı dostunu da çiynində qaldırıb. Burada ben onun bütün o ruhunu çalışmışam verim. Ürəyimdən tikan çıxartdı da neçə illər məğlubiyyətdən yaza bilmirəm. Mənimki qələbədir. Ona görə də onu rahat yazdım. Sağ olun. 91 saylı tam orta məktəbin 16 sinfi Rızazadə xanım. Əvvəla xoş gəlibsiniz. Sizə sualım belədir ki, sizin ömür kitabı yazılan kitabınız sizin ömrünüzdən yazılıbsa, biz gənclərə verə biləcəyiniz nəsiyyət nə olardı? Mənim çox sağ ol suala görə qızım. Deməli, mənim uşaqlığım yanıma gəlir. O yəqin ki, zamanların da olacaq, ürəyindən. Nəsiyyət heç xoşlanmırdım. Böyüklər, atam, babam, anam, bunlar hamısı ham nəsiyyət verirlər. Bunu belə elə, bunu belə elə, bunu belə elə. Çox gözəl də nəsiyyətlər verirlər. Amma uşaqlıqlardan elə gəlir ki, sən hər şeyi bilirsən və nəsiyyət. Amma indi o deyilən nəsiyyətlər indi yanıma düşür və fikirləşirəm ki, o vaxt mənə nə gözəl nəsiyyətlər verilmişdir. Bir dəfə dağa gedirdik və atla gedirdik, bir düz yerdən keçirdik. Yaşlı adamlardı, at belə sürürük, bizim at biraz sürətliydi, mən keçib qabaqda gedirəm. Evə qaydan kimi atan tutdu məni belə qolumla, dedi, bir daha elə tərbiyəsi deyiləm, dedi, niyə? Dedi, səndən yaşlı adamlardır, sən onu atın tozuna niyə verirsən onları? Dedim, bu at sürətlidir, dedi, dəxli yox, sürətli olsa da sən onları ötüb keçməli deyildin oradan. Heç mənim ağlıma gəlməz ki, o üstdən yuxarıdan baxırmış biz yola, baxırmış ki, ehtiyat eləyir atamız necə ola bilər? Belə şeylər var idi, bilirsiniz. Mənim ömür kitabında bir yer var, biri gəlir kəndin içindən keçir, kəndə çatanda atdan düşür və atı çəkə-çəkə kənddən çıxır. Deyirlər, niyə belə? Deyir, birdən bir axsaqqal çıxar, mən ona üstdən aşağı baxmalı olarım. Bilirsiniz, o cür bir əxlaq yaradıb bu millət. Ona görə mən biraz böyüklərə diqqətli olun, böyüklərimizə diqqətli olaq. 7 kilometr yol gedirdim kənddən rayon mərkəzinə məktəbə. Və belə də indiki kimi deyildir, qıvrım, uzun saçlarım var, cavanlıqdır, heç nə dünya vecimə deyil, göydən qar yağır, atam deyirdi, başına papaq qoyur. Deyirdi, nə vaxt olma üşüməliyim, yox, başına papaq qoyur. Ulan nə? Qoymurduk, gedirdim, bir tər çıxırdım, aradan görməsək, yolda qar yağır, saçım sırsıralsın, gəlirdim, indi fikirləşdirəm ki, yəni, necə axmaqlıq eləmişəm, elə, o deyilən, onun xətrinə dəyə baxır. Həm övladı gedir o soyuqda, başına qar döyə-döyə, 7 kilometr, bir saat yarım gedəcək. Həm də sən sağlamlığını qorursan, niyə qulaq asmırsan? Ona görə deyilən nəsiyyətlərə qulaq asmaq lazımdır və mən də cavanlarımıza onu deyəm, ancaq onu deyə bilərəm ki, nə qədər belə sizə şey görürsə də, belə sizə qəribə gəlir görürsə də, bizim klasımız millətimizin də gələcəyi ancaq böyük ağıldan, böyük təhsildən, böyük bilikdən keçir. Oxumaq, cavanlar özlərini yetişdirməlidirlər, özünü, nə müəllimin dediyi, nə valideyn dediyi, hər bir uşaq özündə o məsuliyyəti hiss eləməlidir ki, mən böyük bir nəslin, böyük bir millətin övladıyam və doğru. Sabah bilirsiniz, indi bir söz də deyib, bu söz fikrimi yekunlaşdırım. Mənim bir dərnəkdə bir dostum vardı, ədəbiyyat dərnəyində tələbə idik, Abbas Abdüdür oğlan vardı. Gəldi ki, mənim müəllim kəsib, ay şeylər, sən ona deyil, mənə qiymət yazsın. Dedim, mən də tələbəyim, nə cür deyə bilərəm? Dedi, Şirməmməd müəllim vardı, Hüseyin, rəhmətə getdi. Dedi, Şirməmməd müəllim heç kimin sözünə baxmır, amma yaxşı oxuyan tələbələrin sözünə baxır. Sən desən, sənə qulaq assan, qoy, məni tanıyırsan dedim.
Getdim Şirvənlər müəllimin yanına. Mən də ömrüm boyu kim xahiş edib, kim nə deyib, yox deməyi bacarmıram o cəhətdən. Getdim Şirvənlər müəllimə dedim, bu belə qeyrətli oğlandır, dədəkdən tanıyıram. Xahiş edirəm ona qiymət verir. Dedi, vermərəm qiymət. Dedim, niyə? Dedi, çünki savadsızdır. Sonra dedi, yadında saxla. Savadsız adam nə qədər qeyrətli olur olsun, günün birində bir qeyrət olacaq. Savadsız nə qədər qeyrətli olsun. Qeyrət, gedibsən erməni ilə, düşmənlə üzrə oturmuşsan, tarix, coğrafiyalar, bugünkü Azərbaycan sərhədləri müzakirə olur. Qeyrətim var, ha, mənim torpağım, mən belə yumruqla deyil, sübut eləməlisən ki, bu tarixdir, bu belədir, bu sənəd belədir, bu sənəd belədir. Ona görə əgər hətta namusumuzu, qeyrətimizi, adımızı, şərəfimizi də qorumaq istəyiriksə, bundan ötürü də ağıllı və böyük savadlı, bilikli olmaq lazımdır. Mən uşaqlara, cavanlara nəsiyyətim budur. Teşekkür ederim. Hörmətli ağzınıza söz verək, Hasparoğlan buyurun. Allah'ın adıyla. Çok hörmətli Sabir müəllim, xoş gəlmişsiniz. Və bu tədbiri təşkil edənlərin hər birinə öz minnətdarlığımızı bildirir və tədbirdə iştirak etmək üçün, gəldiyiniz üçün sizə təşəkkür edirik. Şairlər müqəddəsdir. Bir daha xatırladıram, şairlər müqəddəsdir. Quran-ı Kərimdə 114 surə var. Allah-u Teala bu 114 surədən birinin adını Şairlər surəsi qoymuşdur. Və bundan başqa aləmlərə rəhmət olaraq göndərilən Muhammed Mustafa sallallahu aleyhi və səlləmin də bir şair olmuşdur. Və Muhammed Mustafa sallallahu aleyhi və səlləm həmin şairə öz bürdəsini, daha doğrusu xirqəsini hədiyyə etmişdir. Çox sağ olun, təşəkkür edirik və çox xoşhal oldum. Allah sizdən razı olsun. Çox sağ olun, çox sağ olun. Çox sağ olun, təşəkkür edirik biz də sizə və xahiş edirəm mikrofonu rayon icra hakimiyyətinin səlahiyyətli nümayəndəsi Munis müəllimə verir. Əziz dostlar, yığıncaq iştirakçıları, sinanımızı salamlayıram. Sabir müəllimə rayon icra hakimiyyəti adından xoş gəldin və deyirəm və təşəkkürümüzü bildirirəm. Çox dərin, mənalı, məzmunlu, poetik çıxışına görə Sabir müəllimə ürəkdən alqış deyirəm. Sabir müəllim bizim o ziyarlarımızdandır. Mən oturanda fikirləşirəm, deyirəm, inqilabçı şairlər olubdur. Bizim inqilabçı şairimizdir Sabir müəllim. Sonra Xəlil Rza Ulutürk yardıma gəldi. Yəni, xalqın önündə gedən, xalqa yol göstərən insanlardan biridir Sabir müəllim. Sabir müəllim burada çox dərin mənalara toxundu, milli mənəvi dəyərlərimizə toxundu, bizim gənclərin gələcək istiqamətlərini müəyyən etdi. Buna görə də bir daha yeni təşəkkürümü bildirirəm. Bir məsələyə fikrimi bildirmək istəyirəm. Bayaq bizim millətin əzəli bugünü, gələcəyi barədə və eyni zamanda millətimizin adı barədə fikirlər səsləndi. Düzdür, o vaxtı bəlkə o tələblərə uyğun olaraq ulu öndərimiz Azərbaycanlı sözünü seçdi. Amma öz fikrini millətə izah edilərdi. Türkiyə münasibətində demişdi, eyni millət, iki dövlət. Yəni, faktiki olaraq Heydər Əliyev bizim türkülüyümüzü qəbul edilərdi. Sabir müəllim, bir daha sizə təşəkkürümüzü bildiririk, yaradıcılıq uğurları arzu edirik. Arzu edirik ki, yeni əsərlərinizlə həm xalqımızı, həm bizləri sevindirəsiniz. Eyni zamanda gələcək nəsilə verdiyiniz töhfələrə görə, nəsihətlərə görə sizə minnətdarlığımızı bildiririk. Sağ olun, çox sağ olun. İnsanlığın və ümumiyyətlə şairliyin bir tərəfi də ədalətli olmaqdır. Bilirsiniz, ağa qarıya qara. Məsələn, mən bu özümüzdən böyük sözümüz kitabım çıxıb böyük. Burada böyük şairlər Süleyman Rəhimdən, Mirzə İbrahimovdan üzbəri görüşlərimiz və ədəbiyyatımız, dilimiz haqqında yazılarımız var. Bizim sözümüz də oradan özümüzdən böyük var. Sözümüzün bir tərəfi Dərbənd, bir tərəfi Borçalı, bir tərəfi Kərkük, bir tərəfi Təbriz, özümüz bura sıxışmışıq.
Burada bu kitabların arasında getirdim sizin kitapları için. Ben bu hamısını buraya getirmem imkanı oldu. Bir kitabda var Ölüm Son Değil. Tanıdığım Heydər Əliyev. Bilirsiniz, burada baxmayaraq ki, Heydər Əliyev mənə deyirdi ki, Şahan, sənin müxalifətçi dostların çağır bizim bu məclislərə qoy gəlsinlər və onunla mən həmişə açıq olmuşam, tənqidi qeydlər. Bir dəfə mən dedi ki, Çindən təyyarda gəlirdik. Dedi ki, sən Milli Məclisdə demişsən ki, icra başçılarını 150 min, 200 min rüşvət pul verirlər, başçı gedirlər. Mən də güldüm, dedim, vallahi edəməm, mən balaca rayonları deymişəm, böyük rayonları biraz daha açıq. Bu güldü. Güldü dedi ki, mənim başım Qarabağa qarışıb, gördüm, Çinlər, xərqdə inəzardım. Biraz ölkənin içində ələt-bəli şeylərlə məşğul olma vaxt çatmır, hamısı düzələcək. Bütün o söhbətlərimiz, görüşlərimiz, hər tərəfi ilə Cavanlıqdan bizi rayonlara dəvət edirdik, pamuğa, pamuk tarlalarına gedəndə ki, baxın görün, biz necə işləyirik. Mən xatirələrimin ancaq olan şeyləri bu kitabda yazmışam. Artırmadan, əskiltmədən, necə var, qoy. Bir yazıcının gözündə, həm də onu görsünlər ki, bir yazıcı, məsələn, mən onu 50 qaytarmışdım da, ordeni almamışdım. Amma sonra onunla bağlı söhbətimiz oldu, niyə? Və sayır, dedi ki, taraf, mən səni başa düşürəm. Bütün bunların hamısı bu kitabda yazılır, çünki tarixdir, biz gedəcəyik, amma bu həqiqət bilinsin. Sonuncu yazılır, biri Tsunami romanıdır, bu Şamaxı Rəsədxanası, əslində yerlə göyün sevgisidir, yerlə, biraz da fantastik bir balaca romandır, fantastikadır, yerlə göyün əlaqəsi necə. Yəni, bunu, atamın ruhu balaca bir kitabdır, mən doğrudan da atam öyle hiss elədim ki, ruh var. İnsan ruhu var, necə ayrılır, necə gedir, mən onu hiss elədim və burada yazmışam. Bir dəfə bir dostum zəng oldu ki, Allah sənə lənət eləməsin, deyirlər, niyə? Deyir, onu təyyarədə götürdüm Bakıdan İstanbul'a, buradan ora ağladım. Deyirəm, orada ağlamalı bir şey yok, deyir, atam təzə ölmüşdü, ona görə belə şeydir. Bunu dedim, bu Rusçasıdır, akademikin son əsəri, əslində Ziya Bünyadov haqqındadır bu. Necə bizim milləti 30-cu illərdə repressiya, Sibirə, Qazaxstana sürgün ediblər. Necə bizim kökümüzü kəsmək üçün dağlardan, o gözəl yardımın 29 kəndini köçürmüşlər. Gül kimi dağlardan köçürürlər Şirvana, Arana. Qərbi Azərbaycandan, Ermənistandan köçürmüşlər o İran Məryəm çöllərə. O hamısı genetik savaşdır bizim xalqa qarşı. Bu belə biraz o məsələlər burada açılır və s. Hamısını demək istəmirəm. Burada sual verdilər, söz neyləsin? İndi mən o sual məni həmişə düşündürür. Yay qışa bax tələsir, bağçalar solmur. Yazın sonu harda, əvvəli harda? Sualsız, cavabsız yaşamaq olmur. Baş açmaq da olur bu sorğulardan. Qələbim kağızdan ayrılmadı heç. Digər yazacağım vərəq hələ ağ. Nədən başlayaq? İlahi, qismətin düşərliymiş. Bütün gözəlliklər keçdi içimdən. Səninlə görüşün vədəsi gəlmiş. Hər gün xatırladır saçımdakı dən. Mən çoxdan hazıram bu son sınağa da. Yüz imtihandan keçdim, üzü ağ. Nədən başlayaq? Bütün xoşbəxtliklər yanıldım biraz. Sağalmır xalqımın aldığı yara. Közlə yandırılan sözlə sağalmaz. Şeirim əlaz deyil ayrılıqlara. Təbriz bir əldədir, kərkük bir əldə. Bu qanlı əllərdə dünyam başayaq. Nədən başlayaq? Niyə geri qaldıq dəstədən, niyə? Sərvət qamarlayan yenə boşdadır. Hələ davam edir vicdan al verir. Hələ cəlladların yeri başdadır. Bitmir tamaşası can güdənlərin. Sümüyə dirənib bu paslı bıçaq. Hardan başlayaq, nədən başlayaq? Adamlar hiləcər, adamlar yalan. Gözümdə milyonla şər fırlanmada. Yerin Allahıymış şeytana uyan. Başıma günəşlə yer fırlanmada.
Bu şeytan təkəri dayanmalıdır. Çəkilsin bu pərdə, Tanrıya baxaq. Nədən başlayaq? Hamısı yerimiz biliyorsunuz da, bu da belə bir şeydə oxuyum. Böyüklük, kiçiklik, talih bizsə, sadə görünən də ən dərin sizsə, dünya sevgisinə hamı əsirsə, 100 nəslin talihi bir silsilədir, hamının karvanı bir mənzilədir. Hörgün qızıl olsun, yamamırlı daş, oyur təməlli qəm, yavaş-yavaş, qırılmaz zamanla bu bitməz savaş, bir anıq, hesabsa milyon ilədir, hamının karvanı bir mənzilədir. Kainat okean, dünya bir qayıq, kiçik burulğanda fırlanmaqdayıq, oyuncu dəyişən, oyun əbədi, hamının karvanı bir mənzilədir. Başa çəkdiyimiz qurumuz bəlli, İlki sona dönən yolumuz bəlli, Tanrı səhnəsində rolumuz bəlli, əsər bir, tərcümə min dilədir, hamının karvanı bir mənzilədir. Biz də işıq kimi göyə çəkilən, biz də toxum kimi yerə əkilən, bulut kəfəndən günəş bükülər, ölüm də yollarda gizli tələdir, hamının karvanı bir mənzilədir. Bir fidan doğuldu, bir ağac gedər. Tac başı saxlamaz, başda tac gedər. Dünya qamarlayan yenə ac gedər. Kərvanlı, kərvansız bu yol belədir. Hamının kərvanı bir mənzilədir. Bir dənə də ürəyimi ağrıdan burada oturanlar hamısı yolu keçirlər, ona görə bir dənə də o bağda, rəsmi bağların birində gördüm ki, fəhlə qadınlar işləyirlər, qarajda fəhlə qadınlar. Qadınlar yer qazır, ağac doğruyur, əldə balta. Qadınlar yer qazır, ağac doğruyur. Bu bağın qadınlıq işimi yoxdur. Hökumət bağıydı o. Bu bağın qadınlıq işimi yoxdur. Onu bu külükdən, baltadan ayır. Bu işi görmək işimi yoxdur. Torpağı şumluyur, başı aşağı. Bir daşa ilişir, sözünə baxmır. Göylər taliyinə yanmadı onun. O da heç göylərin üzünə baxmır. Sərvət də zəhərdir, mayası qansa. Ona yağış əziz, ona qar əziz, yanından ötüşən cənablardansa ona su verdiyi ağaclar əziz. Ətrində boğulan xanımlara bax, ədası həm sola, həm sağa vurur. Xanım öz-özünü bəzədi ancaq, qadın bəzəyini torpağa vurur. Bu bağ əllərinin bərəkətidir, payızın süfrəsi baharda boşdur, ona şanellərin, armanilərin ətrindən yovşanın qoxusu boşdur. Hasta addımından yol gəlir cana, bu bağda qayğıdan, qəmdən uzaqdır. Bilir ki, bu axşam öz ocağına halal çörəyi ilə qayıdacaq. Təşəkkür edirəm, çox sağ olun, çox var olun və mən sözü Mədəniyyət Evimizin direktoru Əli müəllimə verirəm. Buyurun. Sabir müəllim, salamlayıram sizi. Çox sağ olun. Mən burada əyləşən əziz Qobustanlarımı və Qobustana gələn qonaqları salamlayıram, Qaradağlarımı salamlayıram. Və sizə böyük təşəkkürümü bildirirəm ki, bizim bir zəngimizə, bir dəvətimizə bizi qırmadınız. Öz dəyərli fikirlərinizlə, öz dəyərli sözlərinizlə, öz reallığınızı bildirdiniz, xalqın içində olmağınızı bildirdiniz. Minnətdarlığımı bildirirəm. Və mən xahiş edirəm ki, əziz Qobustanlar, Sabir müəllimə layiq olan bir alqış göndərsin. Biz Sabir müəllim alqışlardan bilmişdik ki, Sabir müəllim elə bu ömrün bu yaşına qədər xalqın alqışını qazanmış bir insandır. Var olasın Sabir müəllim, bir daha təşəkkür edirəm. Daşqın müəllim, siz də sağ olun və əyləşən ziyalılarınız,
Qobustanlarımız, müəllimlərimiz, müəllimələrimiz, gözəl balalarımız. Allah sizləri qorusun, minnəttar. Buyurun. Mən də Əli müəllimin sözünün davamı olaraq gələn bütün qonaqlarımıza çox sağ olun deyirik. Biz sizlərlə güclüyük. Bizim bu möhtəşəm tədbirlərimiz Qobustan insanının, Qobustan sakininin, Qobustan ziyalılarının, Qobustan ağsaqqallarının təbii ki, dəstəyi ilə daha möhtəşəm olur və Sabir müəllimdən mən yekun olaraq sözü Sabir müəllimə verəcəyəm. Sizlərlə bir daha öz fikirlərin qısa da olsa paylaşdım, ondan tədbirimizi yekunlaşdıracağıq. Amma mən bir məqama toxunub Sabir müəllimə söz vermək istəyirəm. Təbii ki, Sabir müəllim gözəl bilir ki, mədəni inkişafa xidmət eləmək çox çətindir. Yəni, bu yolda sənə dəstək olanlar kimi mane olanlar da var. Hətta bəzən mane olmayıb, dəstək olmaq imkanı olanlar belə dəstək vermirlər. Bu baxımdan, yəni Sabir Rüstəmxanlının, xalqımızın gözəl şairinin, dəyərli insanın bizlərə, Qobustanlılara tövsiyəsi nədir və onunla da tədbirimizi yekunlaşdıracağıq. Buyurun Sabir müəllim. Doğrudan da mədəniyyət məsələsi biraz çətindir bu dəqiqə. Mədəniyyət sahəsində işləmək, mədəniyyət evlərini qoruyub saxlamaq. Bir sərəncamla bizim köhnə bir mədəniyyət naziri vardı. Bir gün mənə dedi ki, bu yaxında yaxşı bir xəbər eşitəcəksiniz. Dedim, nədir? Bir islahat apardım. Nə islahatı? Sonra məlum oldu ki, rayon kitabxanalarının 50%-ni ixtisar edir. Güya ki, bu rayon kəndlər nəyinə yaşayır? Məktəbdir, xəstəxanadır, mədəniyyət evidir, kitabxana. Bunlar da tək-tək ixtisar edir. Necə o kəndlər necə yaşasın? Ona görə mən ona belə, əlbəttə sonra onu Milli Məclisdə səsləndirdik. Maaşları aşağıdır, büdcədə indi bilir sərbi xərclər də çoxdur, çox vacibdir. Biz özümüzü qorumalıyıq. Görüş Ermənistanı, Amerika, Fransa, bütün dünya silahlandırır. Amma biz onların arzusunu gözündə qoyduq, yenə də qoyacağıq. Deməli, bu dövrü yaşamalıyıq biz. Amma hər halda mədəniyyətin də yeri çox böyüməlidir. Büdcəmizdə mədəniyyətə ayrılan pul azdır. Bilirsiniz, o ölkələrdə elm inkişaf edir ki, o da büdcənin 3% heç olmasa elmə ayrılır. Mədəniyyətin heç olmasa 1-2%. Bizdə elmə 0,3, mədəniyyətə də təxminən o cürü 0,1, 0,2% büdcədən pul ayrılır. Bununla əlbəttə inkişaf çətin. Buna baxmayaraq çətin şəraitdən Azərbaycan dövləti rayonlarda mədəniyyət evləri bərpa edir. Qarabağda dağılmış yurtlarımızda mədəniyyət evləri bərpa olunur. Mədəniyyətə indi Azərbaycan mədəniyyətinə doğrudan da çox ciddi fikir verilir. Bir sıra məsələn ölkələrdə Azərbaycanın mədəniyyət mərkəzləri tikilir. Bunları inkar eləmək olmaz. Ona görə də mənə sabaha ümumiyyətlə mən ilk bir adamam, mən gələcəyə hər şeyə belə bir şey baxıram. Pozitiv, belə bir işıqlı, ürəyi dolu baxıram. O ki qaldı alqışdovdan deyil, bu məsələni keçmişdir də yaşamışıq, şöhrət dövründə və s. Bir gün Milli Məclisdə mən olmayanda biri mənim evimin şəklini çəkib göstərmişdi. Evim də o vaxt İnqilab küçəsinə yaxın bir yerdeydi. Məni ilə dəyişib aldığım bir evdir, əgər belə biraz təmin eləmişdi. Yanımda böyük binalar var, böyük adamların üstünə vertolyotlarına, mənim də evim. O balaca bir evdir əslində, bunu şəklini çəkibdir və Milli Məclisdə göstərib ki, bunlar müxalifətdir, bunlar devləti, hökuməti tənqid edirlər, devləti yox, hökuməti tənqid edirlər, amma özünün də belə bir özlərinin evləri var falan. Sonra mən yol olmamışdım, gəldim, dedim ki, bu keçən dəfə mənim vaxtında bu söz deyilib, mən istəyirəm ona cavab verim. Qurtuz mənim dedi ki, o keçdi də, Sabir elə şey fikirdir, dedim yox, mən çıxdım kürsüyə, çünki kürsünün mikrofonu söndürmən mümkün deyil. Dedim ki, sən başqasının əvvəl evini çəkib şəkil göstərmək tərbiyəsizlikdir. İkincisi, sən neandertal təfəkkürü ilə yaşayırsan. Bədbəxtsən, meymun təfəkkürü. Sən bilmirsən ki, yəni mən o 40 ildir, mənim kitablarımı üstü, balaca boylu bir adamdır. Kitablarımı üst-üstə yıxsam, aldığım qanarlar, sənlər hündür olan, böyük olan, mən fəxr edirəm, mənim evim var, amma böyük başdakı evlərə bir baxın, isə sözüm o deyil. Əsas dedim ki, yadımdan çıxartma. Mənim Azərbaycanın bütün kəndlərimin evim var.
bu təcrübə. Dedim, mən bütün kəndlərdə, mən bütün rayonlarda evlərim var, ev tikdirmişəm. Sənin təfəkkürün onu dərk eləməz. Mən Azərbaycanda hansı qapını atsam, inanmıram ki, o qapıda məni öz doğmaları kimi qəbul edəcəklər. Bunu qazanmaq lazımdır. Ona görə, mən axırda bilirsiniz, sənin cavanlar üçün, ömür, hansı yaşada olursan da o fərqi yoxdur. Anan sağdır, qocadır, nədir, ölüb dünyadan köçüb. Həmişə analar böyüdür və gərək onun həmişə qədrini biləsən. Mən də cavanlıqda anama yazdığım bir şeirim vardı, məktub yazmışdım doğrudan. Heç kitablara da daxil eləmirdim. Sonra gördüm ki, şeir belə olur da, nədir, bir başa nədir, qolu dağızada olmayacaq, şeir belə olur. O məktub belə idi, yazmışdım ki, çünki cavanlıqda anam məndən çox narazıdır. Deyildi, razı sala bilmirdim onu. Əziz anam, nə zaman ki mənim işim təs gələrdi, mənə yaman hisslərərdi. Deyərdi ki, bir qulaq az, səndən mənə uğur olmaz. Düşünürdüm, vaxt düşər, oxuyaram, yaşa doğuram. Anam görər böyüyəndə ona necə olur olmaz. İllər ötüb, böyümüşəm, bekərmişəm, əziz anam. Tartışımın arasında söz ötən bir cavanam. Daha çatmır qulağına, kiminləsə dalaşmışam. Filan qızı görüm deyə, evlərin ətrafında gecəyəcən dolaşmışam. Kitablara baş qarışıb, bitirmişəm qoyunları. Daha çatmır qulağına gündə 100 oyunları. Bəndən yenə diləyirsən, ana indi eşitmişəm. İndi bildim, mən əvvəllər necə böyük sərf etmişəm. Bilməmişəm şair olmaq, alim olmaq, oğul olmaq deyil hələ. Alimlər var, bizcə gündə heç oğulluq etməyibdi. Böyüklər var, anasının dar gündə yetməyibdi. Düz demişsən sən o sözü, düz demişsən iki gözün. Gördün əzəl gündən analarda vaxt olmayır. Narahat olmayın. Gördün əzəl gündən analarda vaxt olmayır. İndi bildiyim dediklərin elə belə söz deyilmiş. Xəstəsənmi, yorğunsanmı? Ayda mənə bilməmişəm, dar günündə, tək günündə köməyinə gəlməmişəm. Gördür əzəl gündən analarda vaxt olmuyor. Gördür əzəl gündən analarda vaxt olmuyor. Qızlar üçün vaxt tapıram, sənin üçün vaxt olmuyor. Kinolara, görüşlərə, vur-vur çıxışlara, yad ellərə, səyahətə, min söhbət, min qeybətə, min söhbətə vaxt tapıram, sənin üçün vaxt olmuyor. Gördür əzəl gündən, gördür tariyə bax, insan kimi xidmət üçün, övlad kimi xidmət üçün vaxt olmayır. Görülür, əzəl gündən analarda vaxt olmayır. Unutmuşam da çox məktub. Çox sağ olun, təşəkkür edirəm bir daha. Qobustan, bu qəsəbə, bu insanlar mənə çox doğmadır. Fərqi yoxdur, cənubdan gəlib, burada yardımı da var, burada Şirvan da var, hamısı bir-birlə qaynayıb qarışıb. Biz hamımız bir parçadan tikilmişik, millət, hamımız bir parçadan 10 parçadan tikiliyorlar, hələsi bir can. Parçamız birdir, köçümüz birdir, suyumuz birdir. Ona görə bir-birinizin qədrini bilin. Mənə bir gün dedilər ki, Azərbaycan nə qədər bütöv, nə vaxt bütövləşəcək, cənubla, şimal nə vaxt birləşəcək. Dedim ki, sən qonşunla yaxşı yola gedəndə Azərbaycan birləşəcək. İnsanlar birbirini sevsin, qonşu, onda Azərbaycan birləşəcək. Çok sağ olun, var olun. Sağ olun, teşekkür ederim. Sağ olun, var olun.